Biz şimdi biz bura niyə köpük vurmadıq? Ərsət bizi bura köpük üçün çağırmışdılar. Baxdıq ki, köpüyün akustikası mineral yunundan zəifdir. Facebook problem yoxdur. İkinci gün, birinci gün ha vaxtda zəng elə, orada pasiyan adam var, malı da, materialı da hamısını gətir, başla, yəni problem yoxdur. Bundan əvvəlki videolarımızda sizə geniş və ətraflı məlumat vermişdik ki, Badamdarda bizim tərəfimizdən mansardın izolyasiya işləri icra olunur. Əvvəlki videoda məlumat vermişdik ki, gördüyünüz kimi bu konstruksiyaların üzərinə taxta məhsulları vurulmalı idi ki, bax gördüyünüz kimi bu iş proseduru aparıla bilsin. Və bundan sonra da iş proseduru var ki, bu prosedurda həmin bu taxtalara bağlıdır və alçıbanın da əqrəbləri bu taxtalara bağlıdır. Çünki bu taxta olmadığı tədbirdə konstruksiya əlbəttə ki, nə biz işləyə bilirik, ola bilər ki, əqrəb ustaları hər hansı bir samarajla işləyə bilsinlər. Amma bizdə gördüyünüz kimi bu iplər skoplarla vurulur, kompresor vasitəsilə və onlar yəni o qədər də güclü bir, deşici bir gücə sahib deyil ki, məhz konstruksiyanı deşib sizin işinizi görə bilsin. Ona görə də əvvəlki iş prosedurlarımız məhz buna görə aparılır. İndi hazırda tərəfimizdən 15 sm qalınlığında mansardın izolyasiya işləri icra olunur. Demək, bildiyiniz kimi biz bura niyə köpük vurmadıq? Ərsət bizi bura köpük üçün çağırmışdılar. Baxdıq ki, nəzərə alsaq ki, köpüyün akustikası mineral yunundan zəifdir. Söhbət 15 sm olan mineral yunundan gedir. Ona görə də burada həm akustika, həm də istiliyi nəzərə alsaq, yaxşı olar ki, bu kimi standart yığılmış mansardlarda məhz mineral və ya daş yunundan istifadə eləyəsiniz. Çünki bu kimi məhsulların bu yerdə üstünlüyü digər məhsullardan üstünlük təşkil edir. Ona görə də usta özü ərazidə təyin eləməlidir ki, hansı məhsul harda, nə qədər effekt verəcək. İnşallah işlərimiz getdiyi zamanda sizə geniş və ətraflı məlumat verəcək. Davamlı izləməyi unutmayın. 114 izolyasiya qrupu xidmətinizdə.